Hörmətli həmkarlar, əziz şagirdlər və Gələcəyin İşığı FM-in dinləyiciləri, sizi studiyamızdan salamlayırıq. Bugün efirimizdə səslənən hər bir söz vətən sevgisindən, azadlıq qürurundan doğur. Bu səs dalğasında siz bir xalqın qəlbində yaranan müstəqillik alovunun istiliyini hiss edəcəksiniz. Mən Lənkəran rayonu Yuxarı Növbədi Kənd Tamurta Ümumi Təhsil Məktəbinin kimya müəllimi Babazadə Müjgan. Bugün Gələcəyin İşığı FM-in 330-cu buraxılışı ilə qarşınızdayım. Mövzumuz isə çox dəyərli, qürur verici və tarixi məna daşıyır. 18 oktyabr Müstəqilliyin bərpası günü. Bugün biz təkcə bir tarix səhifəsini deyil, xalqımızın 100 illərlə davam edən azadlıq arzusunu gerçəyə çevrildiyi günü anırıq. Müstəqillik sadəcə bayraq, himn, gerb deyil. Müstəqillik, azad düşünmək, sərbəst yaşamaq və öz torpağında milli kimliyini qorumaq haqqıdır. Azərbaycan xalqı əsrlər boyu azadlıq ideyası uğrunda mübarizə aparmışdır. Hər bir dövr öz sınavlarını gətirmiş, xalqımız bu sınavlardan alın-açıq çıxmışdır. 1918-ci il 28 may tarixində xalqımız tarixdə ilk dəfə olaraq müsəlman şərqində demokratik, parlamentli dövlət Azərbaycan Xalq Cümhuriyyətini yaratdı. Bu, təkcə bizim deyil, bütövlükdə şərq dünyasının qürur səhifəsi idi. Cümhuriyyət dövründə qəbul edilən qərarlar, dövlət atributlarının müəyyənləşdirilməsi, təhsil, mətbuat və qadın azadlığı sahəsində atılan addımlar sübut edirdi ki, xalqımız müasir dünyanın inkişaf ritmini tuta biləcək potensiala malikdir. Təəssüf ki, bu müstəqillik uzun ömürlü olmadı, cəmi 23 ay yaşadı. 1920-ci ildə Bolşevik işğalı Azərbaycan xalqının azadlıq yolunu müvəqqəti olaraq kəsdi. Amma xalqın ruhundan müstəqillik ideyası silinmədi. Nəsillər dəyişdi, amma azad yaşamaq arzusu sönmədi. O ruh məktəblərdə oxuyan uşaqların baxışında, xalq şairlərinin misralarında, ana laylarında yaşadı. 1991-ci ilin payızında artıq Sovet İmperiyası dağılmaq üzrə idi. Tarix xalqımıza bir daha fürsət verdi və xalqımız bu fürsəti itirmədi. 18 oktyabr 1991-ci il Azərbaycan Respublikasının Ali Soveti tərəfindən qəbul edilən Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı ilə Azərbaycan yenidən müstəqil dövlət kimi tarix səhnəsinə qayıtdı. Bu aktla Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olundu. Üçrəngli bayraq, himn və gerb bərpa edildi. Dövlət dili Azərbaycan dili kimi təsdiq olundu. Bu, yalnız hüquqi sənəd deyildi. Bu, bir millətin yenidən dirçəlişinin, qürurunun, öz köklərinə dönüşünün simvolu idi. Müstəqillik əldə etmək nə qədər çətin isə, onu qorumaq da bir o qədər məsuliyyətli idi. 1990-cı illərin əvvəllərində Azərbaycan ağır bir dövrdən keçirdi. Siyasi xaos, iqtisadi tənəzzül, torpaqlarımızın işğalı, vətəndaş qarşı durmaları, bunların hər biri müstəqil dövlətçiliyimiz üçün ciddi təhlükə idi. Lakin tarix yenə xalqın içindən xilaskarını çıxartdı. 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Onun uzaqgörən siyasəti, dəmir iradəsi və dövlətçilik təcrübəsi sayəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas oldu. Heydər Əliyev müstəqilliyi qorumaq onu əldə etməkdən də çətindir deyərkən sadəcə bir fikir bildirmirdi. O, gələcək nəsillərə istiqamət verirdi. Onun rəhbərliyi ilə siyasi sabitlik bərqərar edildi, iqtisadi islahatlara start verildi, dünya ilə əlaqədar quruldu. Azərbaycan beynəlxalq aləmdə tanınan sözü keçər bir dövlətə çevrildi. Bugün artıq müstəqilliyimizin 33-cü ilində Azərbaycan dövləti təkcə regionda deyil, qlobal miqyasda da güc mərkəzlərindən birinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmiz iqtisadi, hərbi, diplomatik və mədəni sahələrdə mühüm nailiyyətlər qazanıb. Azərbaycan kosmik dövlətə çevrilib, ordu güclənib,
enerji və nəqliyyat layihələri sahəsində beynəlxalq arenada strateji mövqe tutub. Cənub qaz dəhlizi, Zəngəzur dəhlizi, Bakı-Tbilisi-Qars kimi layihələr bu müstəqilliyin iqtisadi dayaqlarını daha da gücləndirib. Lakin bütün bu uğurların zirvəsi 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədir. O qələbə ilə Azərbaycan yalnız torpaqlarını azad etmədi, həm də müstəqilliyini əbədi təsdiqlədi. Bu qələbə şəhidlərimizin qanı, ordumuzun rəşadəti, xalqımızın birliyi və prezidentimizin qətiyyətli iradəsi ilə yazıldı. Bu gün Qarabağda üçrəngli bayrağımız dalgalanırsa, bu müstəqilliyin ən böyük zəfəridir. Müstəqillik yalnız dövlət idarə etməsi, iqtisadi güc, hərbi qüdrət deyil. Müstəqillik həm də mənəviyyatın müstəqilliyidir. Ana dilində sərbəst danışmaq, öz musiqini, ədəbiyyatını, folklorunu qorumaq, tarixi saxtalaşdırmadan övladlarına öyrətmək. Bunlar da azadlığın təməl sütunlarıdır. Azərbaycan xalqı bugün öz milli kimliyini qürurla daşıyır. Məktəblərimizdə, ali təhsil ocaqlarında, elmi mərkəzlərdə gənclərimiz müasir dünyanın elmini, texnologiyasını mənimsəyərək eyni zamanda öz milli dəyərlərinə sadiq qalırlar. Çünki biz bilirik, elmli və vətənpərvər gənclik müstəqilliyimizin ən etibarlı təminatçısıdır. Əziz şagirdlərim, əziz gənclər, siz müstəqil Azərbaycanın gələcəksiniz. Hər birinizin üzərinə düşən böyük bir vəzifə var. Bu azadlığı qorumaq, onu daha da möhkəmləndirmək. Siz sabah bu dövlətin alimləri, müəllimləri, həkimləri, mühəndisləri, hərbiçiləri olacaqsınız. Bugün part arxasında öyrəndiyiniz hər bir bilik sabah vətənin inkişafına çevriləcək. Heydər Əliyev deyirdi, gənclərimiz vətənpərvər, savadlı, mənəviyyatlı olmalıdır ki, müstəqilliyimizi əbədi etsinlər. Bu çağırış bugün də aktuallığını qoruyur. Müstəqil dövlət yalnız siyasət və iqtisadiyyatla yaşamır. Onun ruhunu elm, mədəniyyət və mənəviyyat formalaşdırır. Azərbaycanın dünya miqyasında qazandığı elmi nailiyyətlər, mədəniyyət xadimlərinin beynəlxalq uğurları, musiqi, incəsənət və ədəbiyyat sahəsində əldə etdiyimiz nəticələr, bütün bunlar dövlətimizin mədəni müstəqilliyinin göstəricisidir. Üzeyir Hacıbəlidən tutmuş Nizami Gəncəviyə, Füzuliyə, Cəlil Məmmədquluzadəyə qədər hər biri bu xalqın azad düşüncə tarixini yazıb. Bugün onların ideyaları müstəqillik şəraitində daha da güclü səslənir. Hər bir müstəqil dövlətin qarşısında daima yeni çağırışlar dayanır. Qloballaşan dünyada milli kimliyini qorumaq, informasiya bolluğunda dəyərləri itirməmək, elmi tərəqqi ilə bərabər mənəvi saflığı saxlamaq, bunlar müasir gəncliyin qarşısında duran əsas vəzifələrdir. Biz gənclərimizə inanırıq. Çünki bugünkü gənc nəsil azad Azərbaycanda doğulub, azad məktəblərdə təhsil alır, üç rəngli bayraq altında böyüyür. Onların düşüncəsində qorxu deyil, inam var. Hörmətli dinləyicilər, əziz həmkarlarım, sevimli şagirdlərim, bugün burada səsləndirdiyim hər bir fikir, hər bir cümlə bir amalın ifadəsidir. Müstəqil Azərbaycanı qorumaq, yaşatmaq və gələcəyə daha güclü ötürmək amalı. Bu, azadlıq şəhidlərimizin qanı ilə yazılıb. Onun hər səhifəsində xalqımızın əzmi, qətiyyəti və vətən sevgisi var. Qoy, heç vaxt Azərbaycanın müstəqilliyinə kölgə düşməsin. Qoy, üçrəngli bayrağımız daima ucalarda dalğalansın. Qoy, bu azadlıq ruhu hər bir evdə, hər bir məktəbdə, hər bir qəlbdə yaşasın. Yaşasın azad Azərbaycan, yaşasın müstəqilliyimiz əbədi və dönməz.